Hə, indi rahat danışa bilərik. Əvəzində nə istəyəcəksiniz ki? Əvəzində Qumrudan, Qumru xanımdan bunu gizlətməlisiniz. Elə bu. Bəli. Mən sizə əməliyyatın pulunu verəcəm. Siz də elə götürüb aparıb verərsiniz ona. Deyirsiniz ki, öz pulumdur, tapıldı. Bəbir müəllim, axı kim indiki zamanədə bu qədər pulu qarşılıqsız verər ki? Rəfiqə xanım, mən zəmanə adamı deyiləm. Görürəm. Vallahi nitqim qurudu. Bilmirəm nə deyim. Bilirsiniz Rəfiqə xanım, əgər bir adamı mənim gözüm tutdusa, mən ona canımı da verirəm. Bax, Qədirgil belə adamlardandır. Onun sayəsində bugün mənim oğlum yaşayır. Qumru xanım da neysə, mənim onlara ailə borcum var və çox istəyirəm ki, onların balaca uşağı yaşasın. Əgər bilsələr ki, pulu mən vermişəm, qəbul eləməyəcəklər Rəfiqə xanım. Düzdür. Mən bilmirəm sizə necə çox sağ ol deyim. Siz gördüyünüz böyük işdir. Amma bilin ki, biz bu pulu tez bir zamanda sizə qaytara bilməyəcəyik. Rəfiqə xanım, mən borc vermirəm ki. Bəbir müəllim, siz çox gözəl insansınız. Elədiyiniz də həqiqətən çox böyük bir şeydir. Kimsə bunu təmənnasız eləməz. Özü də ki, gizlin. Rəfiqə xanım, mən bunu çox sağ ol üçün də eləmirəm. İstəyirəm ki, sevdiyim bir ailənin uşağı yaşasın. Bu mənim bəsimdir. Dayanın, çek verim sizə. Yox. Çek çox uzun çəkər, Rəfiqə xanım. Bəlkə elə birlikdə gedək banka. Vay, qaqam işləyib yorulub. İndi özünə qulluq eləyir, elə mi? Ya sənə də qulluq eləyim. Ay, süzmə, içmirəm. Bax da. Neyniyə bildin? Verdim də, komplektləri verdim, getdi. Saxtası nə vaxt hazır olacaq? Bir səbrin olsun da.
Elə bil 6 aylıqsan. Sənə demişdim dünən axşam çatdırmaq lazımdı. Çatdıra bilmədim də. Dünən yenə konsert idi evdə. Gecə gücdən girib götürmüşəm. Azalım oğlu, gecə götürmüsən, gecə ilə də gətirib çatdırardın da. Hə, bax, indi buna görə gözləyirik. Nə bilməyim. Bəs pul nə oldu? Nə pulu? Pula çevirmədin komplekti. Rəhmətliyin ol, bir səbrin olsun da, Seyran. Qoy bir saxtasını düzəltsinlər də. Sən canım, başladan neyinirsən elə tələsdir onları. Bir də bəbir gecə ilə girdik, seyf açdı, baxdı ki, komplekt yerində yoxdur. Sonra bir səndə nə olacaq? Seyran, sən özün narahat adamsan. Mən də lap narahat elədin, neysən? Neyniməyim? Salam, otelimizə xoş gəlmisiniz. Nadir xanım, sizin çantalarınızı odağa biz göndərərik. Buyurun, boş istirahətlər. Sağ olun. 11-ci bölüm. Teşekkür. Evi ev eleyen kadındı. Ama yeri kadar bir dağılır sanki. Her şey boş imiş. Meydan size kaldı. Bak gidin nece istiyorsunuz görüşün. Yok görüşmeyin. Ben gidirem. Onu getirersen bura. Keyfin isteyen kimi. Şad, hürrem ne dersin yaşayan. Abi. Geç. Ha kızım. Nece olacağım? Allah. Kim dedi sana? Ha çıkmışam evden. Ne? Nece onu bileti almışam? Merhaba, qaytarırsan o bileti. Ya da özün bilərsən, istəyirsən yansın. Sen bura gelmeyeceksen. Eşittin beni? Gelmeyeceksen kızım. İmtihanlarını bitir sonra. Yani burada alem onsuz da deyip biri-birine. Diyan, çamadanı getiriblər. Sonra yığarım seni. Oldu kızım. Gel, git. Ehtiyatlı ol. Ne alsın? Ne alsın? Avda mısın? Satmışık, darıkma. Oy. Oy, ne olursun. Maşallah. Gel. Yavaş.
Ay İslam götür də bu telefonu. Harda qaldın axı sən? Bu niyə götürmür? Yavaş yavaş. İslam? Bu. Sən hardan çıxdın? Çıxartma. Geç. Yavaş. Otur, götür. Yavaş, əyləşdir. Yavaş ol. Bir xəbər eləyərdiniz də. Dedim sürpriz eləyək də. Motoru tökülmüş ərin gəldi. Heç olmasa bir gündə qalardın da. Nə xəbərdir? Niyə tələsirdin ki? Tam sağalmamış niyə çıxdın? Narahat elədim səni. Sultan qaytar məni xəstəxanaya. Yaxşı da, o nə sözdür deyirsən? Bax, sən yox idin. Evin nə istiliyi vardı, nə də ki işığı. Sənə qurban olaram mən. Görürsən, hə? Allah mehriban eləsin. İndi məlum oldu niyə belə tələsirmişsən. Gün olsun sən evə tələsəsən. Amma indi qaç işə. Mən onu deyəcəydim, saata baxıram bir adam işə tələsirəm. Yaxşı, mən getdim, nəsə lazım olsa xəbər eləyərsiz, yaxşı? Çox sağ ol, ay Sağ ol, Sultan. sağ Sən ol. ki məni yarıma qovuşdurdun, Allah da səni yarıma qovuşdur. Sağ-salamat. Sağ ol. Yavaş, mən sənə kömək eləyərəm. Çox darıxmışdım. Elə mən də. Hər dəfə tibb bacısı sistem asanda sən yadıma düşürdün. Niyə? Sağaldırdı ona görə, hə? Yox, sənin kimi dədəmi yandırırdı. Deyən, gəl. Onu çıxardaq, yavaş. Çox hərəkət eləmə, yavaş, mən sənə kömək eləyərəm. Yavaş. Yavaş. Nə oldu? Qaytardılar bu. Doğrudan? Necə eləyiblər? Nə bilmir, tapdılar da. Həkimlə danışdın, vaxt təyin elədin. Yox, səni gözləyirdim. Ləngitmək olmaz. Bu pulun da başı bəlalıdır. Qədirlə sonra danışarsan. Əməliyyatı elətdirək ondan sonra. Yox, mən Qədirdən heç nəyə gizlətmirəm. Qədir zəng eləyir. Hə, Qədir, necəsən? Mən də yaxşıyam. Qədir, sənə bir şey demək istəyirəm. Lalə əməliyyat olmalıdır. Anam evi satıb gətirib pulunu ki, gedin eləyin. Qədir, eşidirsən? Başqa yolu yoxdur axı. Salam Qədir. Qulaq as gör sənə nə deyirəm. Qızının vəziyyəti yaxşı deyil. Bilmirəm Qumru sənə nə qədərini deyib. Uşaq gün-gündən dala gedir. Özün başa düşdə indi nə deyirəm. Gör nə həddi ki, mən evi satdım. Onsuz da bu pulla o evi geri qaytara bilməyəcəm. Heç nə nəvəm canından artıq deyil mənim üçün. Qədir, gör sənə nə deyirəm.
Qulaq as mənə yaxşı-yaxşı. Mən sənin düşmənin deyiləm ki, mənim pulumu götürməyəsən. Sən də o boyda pulu tapa bilməyəcəksən. Sabah bir gün uşağa bir şey olsa, nə mən səni bağışlayaram, nə qumur səni bağışlayar, nə də ki, sən özün özünü bağışlayacaqsan. Anladın? Qədir. Anam biraz gərgindi, amma yəni olanları dedi də. Vəziyyət budur. Razısansa mən həkimlə danışım. Qardaş, salam, nətərsən? Yaxşı olasan. Qulaq as, naharda gələcəm bir söhbət eləyək də. Hə, onu deyirəm elə. Hə, gətirib verəcəm 200 günə. Amma sən canım, yaxşı qiymət deyərsən də ona. Bilirsən nədir, bilirəm də. Belə alında neyim? Gətirəcəm. Yaxşı qardaş, yaxşı. Oldu. Oldu, danışarıq. Hələlik özünə yaxşı bax. Sabahın xeyir. Nətərsən, işlər nətərdir? Səhər elə indi açılıb, dayan görək də nətərdir. Baxaq görək. Səhər açılıb, ona görə sabahın xeyir demək lazımdır da. Sən yenə tərs tərəfindən durmuşsan, ha, deyəsən. Sultan, qardaş məsləhəti. Elə olanda uzan, təzdən qalx. Elə səhər-səhər bədniyabət sifət görmək istəmirik. Ha, deyən, mən çıxarım, narahat olmasan. O da sənə görə yox, ha. Məhəbbət olan hörmətimdən. Keyf elə. Alo. Ülker, necəsən, hardasan? Nigaranam, mən. Niyə nigaran qalırsan ki? Mənim öz həyatım var, Sultan. Başım biraz qarışıq idi problemlərimə. Mənim də problemlərim olur. Dostum xəstəxanada idi, amma mən telefonu söndürmürdüm. Əgər bu qədər uyğun deyilsə, istəyirsən heç bir-birimizi axtarmayaq. Sənə nə olub? Heç nə olmayıb. Onda axşam gəl həmənki kafedə oturaq söhbət eləyək. Bilmirəm, Sultan, gəlməyə də söz vermirəm. Mən yenə də gözləyəcəm, gəl.
Neyniyim müəllim, nə qulluq eləyim sizə? Kapını bağla. Mənə yox. Qumrunun qulluğa ehtiyacı var. Sən belə elə. Get, bir bazarlıq elə, apar ver ona. Ay müəllim, sağ qurban olun. Qumru vaxtıdır. O boyda Xavər xanım gedib. Xavər olduğu yerin dəyərini bilsəydi, heç vaxt getməzdi. Xavər. Müəllim, deyirəm bəlkə Lətifəyə deyim bir maraqlansın görək hardadır. Mənim Lətifənin kəşfiyyatına ehtiyacım yoxdur. Dediyim elə dedim də sənə də. Alo. Nə olub orada? Seyran, Seyran. Biraz dikəl, üzümə bax. Seyran. Nə oldu ona Cahangir? Gəldim ki, ürəyə gedir. İndi şükür, yaxşıdır bizə. Əmələ gəlməz. Seyran. Oğlum, eşidirsən məni? Ay Seyran. müəllim, bəlkə aparaq həkimə? Seyran, oğlum, özünə gəl. Oğlum. Bir damcı su iç, bir damcı. Seyran. Seyran. Yazı uşaq gözünü açdı, gördü başının üstündə bu qədər adam var, diksindi. Qorxma, qorxma, sağsan. Ondan da elə bekar. Uşaq bütün gün şeytan fəhləsi kimi işləyir. Qaldıra bilmədiyin yükün altına niyə girirsən axı sən, hə? Seyran. Bağışlayın Bəbir müəllim. Yarımçıq qoymuş bizi. Seyran, hara gelsən? Seyran. Seyran, hara gelsən? Narahat olmayın mənlik, narahat olmayın. Seyran, gəldim atam. Gözlə. Nə olur lan? Nə əl qatmısan özünə? Bura bax, üzümə bax. Nə əl qatmısan özünə? Bəs də, əl çək də, qızıllar da gətirdim, verdin. Nə istəyirsən? Tələsmə hələ, onun üçün tezdir. Nə tezdir, özünü öldürməyə and içmirsən sən? Ha? Arıqma da, çətin işi qurana kimidir. Bunlara ehtiyac olmayacaq, Seyran. Güya ehtiyaca görə eləyirəm bunları. Bilirəm də, dədənlə prinsip aparırsan. O lap pis. Böyük qardaşın da öyle, hə? Qulaq as da sözümə. Yalanla, elə belə. Gözə görsən, gəl, get. Yaşı, sən bizə sağlam lazımsan, Bəs o boyda iş qurduq. O işi kim idarə eləyəcək? Görsən, mən buradan çıxa bilmirəm. Qulaq as da qardaşına. Arada gəl, get, görsən. O məsəl var, aşa qara verənlər. Yalandan da, əsas odur, dədənlə görüş işləyirsən. Uzağı işimizi qurana kimidir. Yaxşı mı qıqa? Yazığın soyuqdan səs edəsin. Biraz diri ol. Yaxşı mı deyirəm? Yaxşı, yaxşı. Hadi sağ ol, belə. Yalandan qurdalın. İşin avanda olsun. Sağ ol. Buna bax, buna. Küt sənin qız başva. Kimdir danışsan bu ilə? Əri gül kimi deyil. Gişdir ya bu. Yenirsə onun pulu zadı da yoxdur. Ha. Lətifə, Hı? Lətifə. Bismillah qız, bismillah. Qorxdum, Ha. Maşallah, belə sənin çox vacib məşğuliyyətini bölmək istəmirəm. Amma mətbəxdə qablar yığılıb, nə vaxt yuyacaqsan? Lanet olma, yuyaram da. Ayaqları yoxdur ki, qaçmayacaq. Gəl bura. Gəl otur, baxaq serialı, antiqi serialdır.
Lətifə, söz dedim axı sənə elə bil mən. Neynirsən? Neynirsən? Mən qız baxıram seriala. Sənə söz dedim axı. Qablar. Başa düşdüm də. Nə deyin, xəbər kesilmisən sən mənim başıma. Lətifə! Xavər xanım yoxdur, indi sən iş görməyəcəksən burada. Oo, mən bəyəm dedim iş görmürəm. Seriala baxıram da yorulmuşam, mən də insanam. Biraz baxım deyib görəcəm işimi. Lətifə, mənim əsəblərimi oynatma. Get mətbəxə, qabları yu. Gəl bura, buranı yığışdır. Sonra nəyə baxırsan, baxarsan. Buna bax, sana qurmuşa bax. Biləmdə oynayır, mənim elə bir-iki dəfə qabzadı, yox, bir gəlin olub bir. Müstələt verib bütün gün iş görür də. Aferin, xəbərin olmayan günlər deyə. Biləmdə oynatdığı qız mənimi, niyə biləmdə oynadığı ilə. Buna bax. Ne diyorsun? Frite. Sağ olun. Harda otura bilərəm? Bəli, buyurun zəhmət. Bura. Salam. Salam. Elə bildim gəlməyəcəksən. Keç əyləş. Mən sual verim, yoxsa özün danışacaqsan? Danışılası heç nə yoxdur axı. Yoxdur. Ülkər. Sən neçə gündür yoxsan, Nə telefonuma cavab verirsən, nə mesajlarıma cavab verirsən. İndi deyirsən ki, danışılası heç nə yoxdur. Sultan dedim axı ailəvi məsələlərdir. Niyə başa düşmürsən? Nə ailəvi məsələ? Sən demirdin tək yaşayıram, demirdin ailəm yoxdur. Denən ki, Sultan başqa söhbətdir. Denən Sultan məni narahat eləmə. Ya başqa vaxt danışaq. Sən heç onu da eləmirsən axı. Mən sənə onlara desəydim, sən daha çox sual verəcəkdin. Bezdirəcəkdim səni. Yox, amma... Amma nə? Ay Ülkər, bilsən niyə görə bezdirirəm səni? Çünki verdiyim heç bir suala cavab vermirsən, məni yola verirsən. Sultan, sən mənə deyə bilərsən, mən sənə niyə cavab verməliyəm? Bax, dostumsan, sevgilimsən, nişanlımsan, nəyimsən mənim? Düz deyirsən, mən sənin heç nəyin deyiləm. Yox. Sultan. Sultan. Mən əslində sənə elə demək istəmirdim. Yəni, xətrivə dəymək istəmirdim. Sadəcə elə şeylər var ki... İndi deyə bilmirəm də onları sənə. Amma nə vaxtsa mütləq danışacağam, söz verirəm. Niyə indi deyə bilmirsən? Çünki indi vaxtı deyil. Vaxtı deyil. Sən bilirsən, mən sənə görə necə narahat olmuşam? Bilirsən, sən gedəndən sonra mən işdə rahat işimi görə bilməmişəm. Ancaq gözüm telefonda olub ki, indi bu dəqiqə zəng eləyəcək, yazacaq.
Əslində mən də sənə görə narahat idim. Sadəcə öz problemlərimlə səni yormaq istəmədim. Belə yəni. Hünkar, elə şey olar. Biz ancaq deyib gülmək üçün görüşməliyik elə. Hamının problemi var da. Bir-birimizə öz problemimizi danışsaq nə olar ki? Başa düşmürsən Sultan, başa düşmək istəmirsən. Başa düşmürəm, başa sal. Olar biz bugün bu haqda danışmayaq. Axşamınız xeyir gözəl xanım. Nuş olsun. Üzürlü sayın demədən əyləşdim. Siz kimsiz? Bu suala mən müxtəlif cavab verə bilərəm. Baxır kimin üçünsə kiməm. Məsələn, ofisiant üçün bir müştəri. Otel üçün yenə də müştəri. Buradakı insanlar üçün yad bir adamım. Sizin üçünsə sizdən asılıdır. Nə istəyirsiniz? Bax, indi görürəm ki, bir-birimizi başa düşdük. Yavaş-yavaş, amma başa düşdük. Açığı gördüm ki, gözəl bir xanımsınız. Təksiz. Amma çox kədərlisiniz. Bu məni çox narahat elədi. Yaxınlaşdım sizə ki, bilim görüm siz niyə belə qəmginsiniz. Əvvəla, mən tək deyiləm. İkincisi adam gözləyirəm. Üçüncüsü də qəmgin də deyiləm. Sizin kimi gözəl bir xanıma yalan danışmaq heç yaraşmır. Nuş olsun. Gözəl çaxırdı. Sizin kimi xanıma yaraşır. Onun nəsə deməyinə ehtiyac yoxdur. Qorxma, yerin boş qalmaz. Tez doldurarlar yerimi. Xavər, bax, əgər gedirsənsə, öz adına layiq çıx get. Amma bunu unutma. O qapıdan çıxdınsa, bir də geri qayıtmayacaqsın. Bəs bilmirdi ki, xalqın kişisi ilə o çəkməçidə minden oyundan çıxandan sonra axırı belə olacaq. Mən ona rəftarımı düz eləmişəm. Sənə dedim axı, bizim aramızda heç nə olmuyor. Mən də sənə inanmıram. Ay, ay, ay. Of, benim. Senin ciğerin yansın Fira, ciğerin yansın. Of. Hiç haberin vaxtında bu qədər işləmirdim hemen. Of. Benim ağrında. Of. Of.
Gəldi. Açsan. Da sən belə deyəndən sonra adamda iştah qalar. Sən olmaz. İşləmişəm. İşləmişəm. Həmişə gördüyün işdir da. Həmişə gördüyüm deyil. Oturmuşdum televizora baxırdım Xavərgildə. Bir gördüm Fira gəlib. Mənə nə desə yaxşıdır. O qabları niyə yumamısan? Fira'yı. Sesi çıxmayan Fira mənə dediyi sözə bax. Deyəm, mən bilmirəm neyi necə eləmək lazımdır. Beynim köndü oraya. Durdum ayağa sıfırdan hər yeri yığışdırdım. Daha sözü qalmasın mənə deməyə. Buna bax. Quturub gəlib mənə deyir ki, qablar yiyim. Deyirəm xavər gedib, taxtı da qalıb boş. Yəqin yerinə keçmək istəyir də, ona görədir. Xavərin yerini keçmək üçün heç olmasa xavər ağırlığında olmaq lazımdır. Sən Allah. Hə, Taxta keçmək üçün ağır olmaq lazımdır, eləmi? belə. Az yaxşı az. Deyəsən yorğunluqdan sənin də başın gedib. Dur bir çay ver. Of, imkan vermə də oturun 5 dəqiqə. Ala, indi süzmüşəm, iç. Çayı zəhər elə, sonra gətir qoy qabağıma, yaxşı? Deyirəm, ay bekar, bu Firagildə çıxıb gedəcək. Bəbir müəllim qalacaq tək. O da səhər gedir, axşam gəlir. Nə olsun? Niçin olsun? Bu o deməkdir ki, biz evdə tək qalırıq. Keyf elə özün üçün də, bu boyda ev. Soyuducu da ağzına qədər dolu. Bir dənə də böyük belə asetrin var orada bütöv. Bəbir müəllim də onu tək yeməyəcək. Azdır, bəsdir da. Fikrin qalıb bütün günü yeməkdə. Xəyallarında da doymursan, sən. Bizə də bir qismat nəsə saxla da. Dedim də sənə, var. De, pişirmişəm. Git götür yi də. Az dur, yemək gətir az. İmkan vermə də Lətifə bir dəqiqə otursun da. İmkan vermə. Mən yorulmuram, adam da öyrəm mən. Belə bütün günü gərək işləsin Lətifə. Ləhləs sana kör şeytan. Ləhləs sana kör şeytan. Çox gözəl xanımsınız. Siz zəhmət olmasa durub gedə bilərsiniz. Nə tez sizi yordum mən. Mən sizə dedim ki, adam gözləyirəm. Harda olsa indi gələr. Lap yaxşı. Gələr mən də tanış olaram. Mənə çox maraqlıdır sizin ətrafınızdakı olan insanlar. Gələr. Mən də tanış olaram. Amma mən əminəm ki, heç kim gəlməyəcək. Sən səhv eləyirsən. O məni gözləyir. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam.
bəstəkar zümzüməsi